Vaxtınız xeyir, xoş gördük sizləri. Mən Nalə Axundova. Bugün sizlərlə kosinuslar teoreminin isbatını öyrənəcəyik. Necə asan üsulla həll edək? Videonu axıra qədər izləyirsiniz. Əmin olun ki, videonun sonunda qazanan siz olacaqsınız. Belə bir ABC üçbucağı üçün A-da, B-də, C-də. Bu bucağa da bir alfa deyək. Deyək ki, A kvadratı bərabərdə B kvadratı üzərinə gəl. C kvadratı çıx. 2BC kosinus alfa olduğunu isbat eləyin. Necə isbat eləyək? Gəlin B təpəsindən belə bir perpendikulyar yendirək və bucağın sinus kosinusunun tərifini üçbucaq ABD-yə tətbiq eləyək. AB-nin, baxın, bu üçbucaqdan söhbət gedir. AB-yə nisbəti bərabər deyilmi kosinus alfa? Yəni AD, AB-ni də yerinə yazıram. C kosinus alfa. Və BD-nin AB-yə nisbəti bərabərdir. Sinus alfa. Onda BD də bərabərdir. AB-nin yerinə yenə C sinus alfa yazıram. Əgər AD C kosinus alfadırsa, onda DC-nin payına qalır. B çıxılsın. C kosinus alfa. Həmin bu hündürlüyə də C sinus alfa deyək. İndi üçbucaq BDC-də Pifagor teoremini tətbiq eləyək. Yəni C sinus alfanın kvadratı üzərinə gəl. B çıxılsın C kosinus alfanın kvadratı bərabərdir A kvadratı. Və mötərizəni açsaq, onda C kvadratı sinus kvadratı alfa plus B kvadratı çıx. 2BC kosinus alfa üzərinə gəl. C kvadratı kosinus kvadratı alfa bərabərdir A kvadratı. C kvadratı sinus kvadratı ilə C kvadratı kosinus kvadratında C kvadratını çıxarsaq mötərizə xaricinə sinus kvadratı üzərinə gəl kosinus kvadratı plus B kvadrat çıx 2BC kosinus alfa. Və burada bir A kvadratımız da qaldı. Həmin bu C kvadrat kosinus kvadratının yerinə 1 yazsaq, C kvadrat plus B kvadrat çıx 2BC kosinus alfa bərabər A kvadratı. Biz də bunu isbat eləyəcəkdik. İsbatımız bu qədər. Əminəm ki, öhdəsindən gələ biləcəksiniz sərbəst. Gələn videolarda görüşərik. Sağ olun.